Belə beton materialını üzərində yazı ilə necə yaratmaq olar? Corona Physical MTL materialını yaradırıq, obyektimizə əlavə edirik. Belə beton teksturamız var. Onu Color Correction-dan keçirdirik. Sonradan onu tündləşdirib ya da ki rəngini açmaq üçün və əlavə edirik Base Color bölməsinə. Teksturamız əlavə olundu. Gəlin materialımızı biraz da çətinləşdirək və realistik parlaqlıq əlavə edək. Bunun üçün belə ağ-qara teksturamız var. Onu Color Correction-dan keçirdirik və əlavə edirik Base Roughness bölməsinə. Kartın işləməsini görmək üçün materialımıza keçirik və rəngini tünd edirik. Aşağıya düşürük, Maps bölməsində Base Color-ımızı söndürürük və görürük ki, bəzi yerlərdə parlaq, bəzi yerlərdə isə gəlin materialımızı biraz da çətinləşdirək və çıxıntılar əlavə edək. Normal kartımız var, onu keçirdirik Corona Normal Maps-indən və mütləq şəkildə Add Gamma to Input-u aktiv edirik. Və ağ-qara teksturamız var və belə ağ-qara teksturamız var. Bunu keçirdirik Corona Bump Converter-dan və əlavə edirik Additional Bump bölməsinə. Corona Normalımızı əlavə edirik Base Bump bölməmizə və materialımızın üzərində çıxıntıları görürük. Effekt bizi qane edirsə, materialımıza keçirik və Maps bölməsində Base Color-ımızı yandırırıq. Belə bir material alındı. İkinci materialımız sadə bir qızıl material olsun. Corona Physical MTL. Hazır presetlərdən qızıl seçirik. Əlavə edək obyektimizə. Belə bir qızıl material var və yazını əlavə etmək üçün belə ağ-qara teksturamız var. Bu tekstura həm yazı, həm şəkil, istənilən ağ-qara teksturanı əlavə edə bilərsiniz. Bu bizim maskamız. Yaradırıq yeni material. Material Corona Layered MTL. Əlavə edirik obyektə. Birinci slotumuza beton materialını əlavə edirik. İkinci slotumuza isə qızılı materialı. Və bu iki materialı aralarında yazılı maska ilə qarışdırırıq. Maskamızı əlavə edirik Mask 1 bölməsinə və belə bir effekt əldə edirik. Kartımızı inversiya etsək, kartımıza keçirik. Invert edəndə əksinə qızılı materialın üzərində beton yazılar. Sən də maraqlı materiallar yaratmaq istəyirsənsə, kanalımıza abunə ol. Yeni dərslərimizi qaçırma.